Eli Təmaş kanalımızın izləyiciləri, bu gün sizə təqdim edəcəyimiz, baxın, bu gözəl mənzil Xırdalanda 3 nömrəli məktəbin yaxınlığında sakit küçələrin birində yerləşir. Zəhmət olmasa videomuzu sonuna qədər izləyin ki, mənzil haqqında tam ətraflı məlumat ala biləsiniz. Baxın, hal-hazırda olduğumuz isə mənzilin dəhlizidir. Belə bir uzun, geniş dəhlizi var. 3 otaqdır, tam təmirlidir. Təmirində heç bir problem yoxdur. Usta evidir. Bura qonaq otağıdır. Tam təmirlidir. Əşyalı formada satılır. Dostlar, paltaryon və televizorlar çıxarılacaq. Kondisionerlər demək olar ki, ümumiyyətlə işlənilməyib. Ev sahibi alıb, işlətməyib. Hal-hazırda yaşayış yoxdur. Bura qonaq otağıdır. Köhnə daş binadır. Yəni, bu köhnə daş binaların keyfiyyətini yəqin ki, deməyə ehtiyac yoxdur. Hər kəs bilir. Bura birinci yataq otağıdır. Gördüyünüz kimi rahatlıqla əşyaları yerləşir. Bir daha təkrar edirəm. Əşyalı tam təmirli formada satılır. Qiymət də bazar qiymətindən aşağıdır. Burada yerləşir. Uşaq üçün olan yataq otağı, bu yataq otağının qarşısında bağlı formada olan balkonu da var. Balkonu binanın həyətinə baxır. Burada əlavə yay mətbəxi kimi də istifadə edə bilərsiniz. Artıq əşyalarını yerləşdirib ev sahibi. Baxın, pəncərə bulurdur. Yəni, çöldən içəri görünmür. Burada da əlavə bir kladovkası var. Artıq əşyalarınızı yerləşdirmək üçün burada çox şkaf var. Məsələn, burada da var. Burada da içdən yığılıb şkaf. Burada yerləşir sanitar qovşağı. Sanitar qovşağı uzun, genişdir. Yəni, istəsəniz buranı 2 yerə də bölə bilərsiniz. Uzun olduğu üçün. Burada isə yerləşir mətbəxi. Bir daha təkrar edirəm. Paltaryon və qonaq otağındakı televizor götürüləcək. Geridə qalan hər bir şey qalacaq. Əsas küçələrin birinə baxır mənzil. Yel çəkəndir. 3 otaqlıdır. İpotekaya yararlıdır. Tam təmirli və əşyalı formada satılır. Qiyməti isə 128.000 manatdır. Real 6-ya cüzi endirimimizdə olacaq. Belə dostlar, mənzilimizdən bu qədər. Kanalımıza abunə olub, bildirişlər tonunu açıq saxlayıb bu və ya digər mənzillər və evlərdən xəbərdar ola bilərsiniz. Videomuzu bəyənib öz fikrinizi rəy bölməsində yazmağı unutmayın. Sağ olun, gələn görüşlərə dək.